Qeys ibn Şəmməsdir yəni. Qeys ibn Şəmməs var, atasının adı Şəmməsdir. O yəni ki, Allah Resulü sallallahu əleyhi və səlləm ona demişdi ki, gəlin ona xəbər verin ki, o cənnət əhlidir. Sahabelər deyir ki, o bizim aramızda gəzərdi, biz bilərdik ki, bu cənnət əhlidir. Və həmçinin Həsən Hüseyn radiyallahu anhuma cənnət əhlidir. Və həmçinin Fatimə anamız radiyallahu anh, Xədicə anamız radiyallahu anhə cənnət əhlidir. Və həmçinin həmçinin epilepsiya olan qadın, Allah yəni cənnət əhlidir. Ən möhtəşəmi Rıdvan beyəti var. Rıdvan beyəti. Sahabelər ağacın altına beyət etmişdilər. Allah Azze ve Celle Quran-ı Kərimdə onları müjdəliyir. Bu rafizilərə açıq-aşkar rəddiyət bu ayələr. Hamısı. Deyir ki, لَقَدْ رَضِيَ اللّٰهِ عَنِ الَّذ۪ينَ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ Allah səninlə ağacın altında beyətləşənlərdən razıdır. وَعَلِمَ مَا فِي قُلُوبِهِمْ Qəlblərində olanı da bilir. Bu da rafizlər rəddiyə. Yəni nə deməkdir? Onlar deyirlər ki, Allah Resulündən sonra döndülər. Amma Allah Azze ve Celle onların qəlbinə razılıqla şahid etdi. Allah onlardan razı da qəlblərində olan bilir. Ey rafizilər. Sizdən qabaq Allah Azze ve Celle onları müjdəliyib ki, siz onlara bir söz deyə bilməyəsiniz. Allahu Akbar. Və həmçinin hədisdə gəlib ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir, sizə od toxunmayacaq. Ey ağacın altındakılar, sizə od toxunmayacaq və onlar 1600 nəfər idi. Diqqət et. 1600 sahabe orada müjdələnib cənnətlə. Allah Azze ve Celle müjdəliyib onlar.